Salam dostlar. Deməli biz keçən dəfə 3 mərtəbəli yeşiyə ana kəsmə satmağı göstərmişdik. İndi isə 2 mərtəbəli bir yeşiyə ana kəsmə satacağam inşallah. Anar hal-hazırda buradadır. Anarın artıq 3 yaşı var. Yəni bu arını aprel ayının təxminən 8-də 2 qapalı yumurtalı çərçivəylə bölmüşdüm. İndi nə edəcəm? Anarını aşağı mərtəbəyə həbs edəcəyik. Yuxarı qaldıracaq yumurtalı ballı çərçivələri. Aşağıya isə anarını yumurtlatması üçün əlverişli çərçivələr qoyacaq. Bir baxacaq görək hansı çərçivələr aşağıda qoyacaq, hansı çərçivə yuxarı qaldıracaq. Aşağıda çox da çərçivə saxlamaq istəmirəm. Yəni yuxarıdakından çox saxlamayacağım aşağıda çərçivə. Çox gözəl bir nektar gəlir. Artıq çərçivələri şirdim orada. Tamam, kənara qoyaq. Şöyle qarışmasın. Bir daha anahtarını tekrardan. Bak, onlar da buradadır. Bunu qoyuş kənara. Aşağıda elə düşünürəm ki, hal-hazırda 2, 4, 6, 7, 17 çərçivə var. 7 çərçivə aşağı qoyub, 10 çərçivə yuxarı qaldırsam məncə kifayət edir. Bu baxaq ki, hansı çərçivələri aşağı qaldıraq, qoyaq, hansıları yuxarı qaldıraq. Birinci dəfə də mənə təcrübə edirəm. Eğer tecrübe eləmiş olanlar varsa, nəticəsini görmüş olanlar varsa, zəhmət olmasa yazarlar. Azaldıkça da aşağı qoyacağım çərçivələr ağ çərçivə olacaq. Artıq burada baxın, möhürlənməyə başlayıb. Çiçək tozu var. Bu çərçivəni aşağıda saxlayacağım. Çünki arılara çiçək tozu ehtiyac olur. Bunu hələ ki qoyaq bura. Bir de bir korpus getirək əlavə. Aşağı konfeteli vermiyorlar yumurtalara. Çərçivə, çiçək tozu, yukarıda erkek yumurtalar. Deməli onların burada yumurtlayacaq heç bir yeri yoxdur. Bunu qaldırırıq yuxarı. Onu koyub yumurta çərçivəsi. Bu çərçivəni götür aşağı qoyacaq. Bu çərçivəni burada qoymaq mənasızdır çünki tamamilə baldır. Yəni arı bu çərçivəyə bal yazır. Məsələn arıdan burada yumurtlayacaq heç bir yeri yoxdur. Bunu qaldırırıq yuxarı. Bu arının fəaliyyəti həqiqətən çox gözəl, çox yaxşı. Qapalı yumurtadır. Bunu da qaldıracağım yuxarı. Yəni bazarlıqda da anar aşağıda yumurtlatacaq yer açmaq lazımdır. Və təxminən 4-5 gündən sonra gəlib bir anarı yoxlanış eləmək lazımdır. Yəni arılar yuxarıda ana üstü qoyub yoxsa yox. Aşağı bu cür. Burası az nektarlı olan, bu tərəfi boş olan bir çərçivə qoyuruq. Bu arının bal yığmağı çox gözəl. Hər çərçivədə yoxsa 1 kilogram, bəzən 2 kilogram yarım bal var. Bu da qapalı yumurtadır. Bunu aşağı qoyacağım çünki elə də qaralmış çərçivə deyil. Hava çıxdıqca arılar bura anarı yumurtatsın. Bunun da anarla yumurtlatacaq heç bir yeri yoxdur. Tamamıyla çiçək tozdur. Çərçivəni saxlayacağım aşağıda. Yeni yumurta atılır, bəzi yerləri boşlanır. Amma affətəydi. Çərçivəni qaldıracağım yuxarı. Bazarlık ya da yumurtalı çərçivələri korpuslar mərkəzə yığmaq lazımdır ki, soyuqluq olmasın. Yəni, tek məsələ soyuqluq deyil, həm də çox isti olmasın. Çərçivədə problemi var. Aşağı qoya bilməyəcəm. Çərçivədə problemi var, standartların öz kənardır. Korpusa yediş var. Geliyor. Bu çərçivədə də yumurta atmağa yer çox azdır. Atılır artıq. Bunu da qaldırırıq yuxarı. Korpusa qoyduq.
Bu da tamamıyla baldır. Yani bu da aşağıda saklamanın manası yok. Anar yumurtlata bilmeyecek. Ne dedik? Bunu koyduk duvar çerçevesi. Yumurtalı çerçeveleri yine de ortaya salırıq. Ayı için boş yer açılır burada. Anar olan çerçeveni de ortaya koyuruq. İki, dört, altı. Bir tane kenarını komple tek edək. Bir aşağı komple verecek. Kenarında da bir tane çiçek tozu olan çerçeve verecek. Daha komple yaptım böyle güzel. Daha sonra ana kesmezi. Ana kesmezi bu şekilde koyuruq. Korkusu koyuruq. Götürdü. Bir baxırıq bir orada yok mu yok. Çiçek tozu dolu çerçevedir. Yumurta yok. Yumurtalı çerçeve. Bu da yumurtalı çerçeve. Bu da larvalı çerçeve. Hele kapalı olmuyor burada. Bunda hiç kapalı kimlik de yoktur. Tamamıyla baldır. Bunu divar hissəyə sökürük. Ballı polemli çerçeve. Bu da yukarısı bir kadar bal çəmən olan tamamıyla kapalı yumurtalı çerçeve. Mesela anar kesmə satmaq bu qaydada.